Dinamika. Birinci ya hərfli kök nə deməkdir bu? Termo. Termo nə deməkdir? İstiliklə falan əlaqəli bir şeydir. Termo. Dinamika nədir? Dinamika nə idi dinamika? Dinamika sürəti idi mi? Dinamika hərəkət deməkdir. Hərəkət. Sən hərəkətinin səbəbini öyrəndin. Nəsə dinamikada hərəkət deməkdir. Termodinamikada istilik hərəkət deməkdir. Anladın mı? İstilik hərəkətinə əlaqəli bir şeydir. İstilik hərəkətinin nə tər istilik hərəkətidir? Bizim maddəmiz var məsələn. Maddə təşkil olunur. Molekullar var. Molekulların istilik hərəkəti. Yəni enerjidir. Ümumiyyətlə termodinamikada həmişə enerji teoriyalarını öyrənəcəyik. Enerji haqqında danışacağıq. İndi birinci hissəmiz haqqında danışaq. Daxili enerji. Tam mexaniki enerji nə idi? Yadında qalmır. Tam mexaniki enerji. Kinetik enerjinə, potensial enerjinin cəminə tam mexaniki enerji deyirdik. Tam mexaniki enerji. Amma tam enerji deyilən bir şey də var. Tam mexanikisi var bunun. Tam enerji deyilən bir şey var. İndi tam mexaniki enerjini belə yazır. Çox adamlar qarışdırırlar. Tam mexaniki enerjini belə yazırdıq. Kinetik enerji, üstə gəl potensial enerji. Belə yazmırdıq mı? İndi tam enerjini yazırıq kinetik enerji. Üstə gəl potensial enerji. Üstə gəl U. U'nun nə olduğunu təbii ki bilmirsən. Daxili enerji. İndi U haqqında danışırıq. Bax indi, mən indi burada hərəkət edirəm, gedirəm buraya, gəlirəm buraya. Mənim nəyim var? Sürətim varsa nəyim, başqa nəyim var? Sürətlə kinetik enerji var burada. Sürətim var. Plus-da potensial enerjim var. Yəni ayağım sürüşsə, səni güldürə biləcək qədər yıxılaram məncə. Ayağım sürüşsə. Yəni potensial enerjim var. Yəni yıxılmam üçün potensial enerjim var, kinetik enerjim var. Yəni nice. Amma indi belə bir şey də var ki, məni milyonlarca yaxınlaşdırsan, çox yaxınlaşsan, əlimi falan yaxınlaşsan, görürsən ki, çıqqılı şeylər var. Nəsə hərəkət edən şirin şeylər var, yumurtaqlar var. Nədir onlar? Onlar molekullardır. Molekullar da özünün bir-birlərinə çəkirlər, itələyir. Molekullarda belə bir şey deyim ki, cəzbələmə var idi, itələmə var idi demişdik bu haqda. Nə tər bir şeydir? Molekul çox qəribə şeydirlər. Onlar da yəni xoş eləmək olmur onlarda. Yəni deyirlər ki, nə məndən o birisi molekula deyir ki, nə məndən çox uzaq olma. Çox uzaq olanda bir-birlərini cəzb eləyirlər. Çox yaxın olanda bir-birlərini itələyirlər. Ona görə toqquşurlar. Çox adamın molekullar toqquşması. Əslində nə tər olur? Toqquşma dediyimiz şeylər onun kvant buludlarının toqquşmasıdır. Yəni əslində molekulun özü heç vaxt özünə fiziki təmasda olmur. Buraya yaxınlaşır, gəlir. Bu buludları var. Buludlar toqquşur, okey. Amma özü fiziki cəhətdən heç vaxt toqquşmurlar molekullar bir-birlərinə. İndi daxili enerji nədir? Daxili enerji o molekulların özünün hərəkət edirlər. Kinetik enerjisi var, eləmi? Kinetik var, molekula görə. Üstə gəl, molekulun potensial enerjisinin cəminə bərabərdir. Müstəradat deyil. Nə? Yox, bunda heç cismin kinetik enerjisidir. Bu şey hengidir. Molekula görə, bəli. İndi bir dənə buna müstəradat deyir ki, abturiyent yazıcıdır. Bu həqiqətən potensial enerji bura gələndə çox böyük olur. Deyib ki, gəl belə bir şey eləyir. Qazı ideallaşdıraq. Nə tər ideallaşdırırlar? Məsələn, elə bir ki, çox kiçik bir qazı bu otaqda yaydıq. Nə olur onda? Molekullar arasında məsafə çox olur. Molekullar arasında məsafə o qədər çox olduğuna görə, uzaq olduğuna görə bir-birlərini cəzb eləmirlər. Və yaxud buna aid belə qazlar var ki, bir atomlu qazları yəqin kimyadan oxumusan. Hansılardır? Helium, neon, argon, kripton, ksenon, radon. Bunlar düzdür, fizikada lazım deyil. Sadəcə misal olaraq deyirəm ki, bu tip qazlar bir-birlərinin arasında potensial enerji yoxdur. Potensial enerji getdi. Belə də deyirlər ki, asandır. Belə də qalmaz. Bunlar da molekullar kimi şey eləyə bilmirlər. Ona görə kinetik enerji haqqında bir şeylər yazırıq. Yəni bunun daxili enerji haqqında daha doğrusu. Daxili enerji sistemdə n dənə enerji varsa, n dənə enerji yox, n dənə cisim varsa sistemdə. Yəni bir sistemdə n dənə cisim var. N dənə cisimin hər birinin kinetik enerjisi olsa, ümumi daxili enerjisi onun kinetik enerjisinə bərabərdir. Yəni burada anlaşılmazlık bir şey yoxdur. Bu kinetik enerji bütün molekullarınkidir. Bütün molekulların kinetik enerjisi bərabər deyil. Yəni bunu da belə yazın ki, daha olsun. Bir dənə molekulun kinetik enerjisi. Bir dənə molekulun kinetik enerjisi. Vurursun hamısının kinetik enerjisi. Bir dənə molekulun kinetik enerjisi. Çox qəribə cümlə səslənir. Bir dənə molekulun kinetik enerjisi. Vurulsun bütün saydakı molekul. N saydadısa n sayda molekul. Biraz dil sürüşməsi yaşarır. Amma indi bunun üstündə biraz şey yaparıq ki, biz kinetik enerji haqqında bir düstur demişdik.
Nəsə çətə falan filan, aş olduğumuz vaxtları xatırlayırdıq bu sonra həmişə. Nəyə bərabər idi o? 2-də 3 çətəyə bərabərdir, elə deyilmi? 2-də 3 KT. Gəlib onu burada yazırıq. Yəni burada yazım ki, kinetik enerji bərabərdir 2-də 3 KT-yə. K nə idi burada? Oxumayın. M bərabərdir 2-də 3 KT-yə bərabərdir. İndi burada bir dənə şey eləmək istəyirəm. Mən bir maddənin içində bir dənə elə bil ki, cismin neçə mol olduğunu nəsə tapa bilərəm. Böləcək. Nəyə böləcək? Option bir dənə hamısını, bir dənə hamısını. Bölərəm 1 molundakını. 1 molunda nə qədər molekul varsa onu. Yəni dediyimi riyazi şəkildə yazanda növ bərabərdir növ maddə miqdarı. Maddə miqdarı nədir? Nə qədər molekul, nə qədər mol var odur. Bu bərabərdir nəyə? M bölünsün N-yə. Burada M nəyə bərabərdir bəs? Bəsit bir yazım. Növ N-də, yəni bunu götürmürük bura, mən bəsit bir şeydir. Növ N-yə bərabərdir. Şimdi bunu gətirib burada yazmaq istəyirəm. Olur 2-də 3. N-i yerinə yazıram. Növ N-a KT. Şimdi burada N-nı K-ya vuranda demişdik ki, nəsə eləyir. Bir də niyə 2 dənə sabit həmişə bir-birinə vurmağa? Elə 2 var, 3 var. 2 həmişə 3-ə vurmaqdansa nə eləyərəm? Deformaya 6 yazarım, həmişə olar. Bu da 12 mi? N-nı K-ya vurmuruq. Bir dənə R deyilən bir şey yazırıq. Onu demişdik. Universal qaz saatdir. R bərabərdir nəyə? K N-yə. Götür bunu bunun yerinə R yazanda daxil enerji haqqında düsturumuz çıxdı. Əsas düstur budur. Yaxud ki, çıxarılı şeydir. 2-də 3 nu R T. Əslində Mendeleyev-Kopernin tənliyinə oxşuyur. O nə təriydi bəs? PV bərabərdir nu T o da. Burada da 2-də 3 nu T daxil enerji. Bu daxil enerjinin təcrübəni bir düsturla kifayətlənməyək. Nə? Ha. 2-də 3 nünün də M bölünsün M kimi yaza bilərdik də. Bunu da 2 nəfər demişdik. RT. İndi bir də Mendeleyev-Kopernin tənliyini biraz xatırlayaq. Belə bir şey idi ki, orada PV bərabərdir nu RT. Gəlin növ-in yerinə PV yazaram, bir dənə də düstur yazaram, deyərəm ki, bəsdir. Bu qədər yetər. Nə? Yəni daxil enerji haqqında 3 dənə düsturumuz var və 3 dənə düstur da bunlardır. Ki əslində ikisini bilirik. Bunun çıxarılması əslində yeni şeydir. Bunda da biraz bir fəlsəfi işlətdik. Fəlsəfi xatırladıq birazdan. Bunu da elədik. Yazılsa silin. Yazdın. İndi bir dənə də daxili enerjinin dəyişməsini yazdım. Əslində dəyişmə üsullarını birazdan keçəcəyik. Amma tam təkli və maraqlı bir şeydir. Daxili enerjinin dəyişməsini, daxili enerji dəyişmə üçün nə qarar? Bir dənə də orada delta yazarım, sizə gedər. Daxili enerjinin dəyişməsi, yəni delta olur. Burada. Delta olur. Burada amma müxtəlif kəmiyyətlərin qabağına delta yazırsınız. Yəni qarşıma gələn qabağına delta yazmaram. Məsələn, növ bilirəm ki, M bölünsün M deyir. Mən sistemə 1 vedra su demişəm məsələn. Ben niyə gəlib 2-ci vedranı tökürəm? 1 vedrasının təcrübəsini aparıram. Bir də temperaturunu dəyişdirərəm. Onun görə gəl bura temperatur qoyaram. Temperatur deltanı yazaram. Amma indi bunun haqqında danışacağıq. Hətta bu haqqında daha geniş danışacağıq. Daha geniş danışacağıq. Daha yazıları məsələn sıxı elə yazıları kimi. Bunun nətər olur? İndi bir şey deyək, birinci asıllıq qrafiklərini çəkək. Burada çox çaşdıran bir hissə var, çox çaşdıran. Daxili enerji temperaturdan tələsin olar. Aferin. Adı hocam sana. Temperaturunu buranı belə lüktürüb yazırıq. Çünki temperatur neyniyənməz, sıfır ola bilmir. Daxili enerji bəs nödən nə tərəsindir? Nödən, nə bilim, emmə, kütlədən. Tərs mi asıl olur? Bunlar da düzəlsin. İndi belə bir şey də var ki, bəs daxili enerji P-dən V-dən tərəs olar. Nə? Tərs deyil. Yo. Burada belə bir şey var ki, düz olur. Amma elə də ola bilər ki, P-dən V-dən asılı olmaz. P-dən V-dən bu hallara baxacaq. Asılı olur. Birinci olaraq belə deyim ki, əgər sənə deyirsə V konstantdır, yəni P-dən asılılığa bax deyəcək. Əgər sən deyirsə V sabitdir, yəni həcm sabitdirsə,
onda demək ki, bu düsturu istifadə edə bilərsən. Və P nədir? Düzdür. Və yaxud sənə deyirsə, P sabitdir, yəni təzyiq sabitdirsə, onda nə olur? Həcmdən düzün tanası asılı olur. Amma sənə desə ki, temperatur sabitdir, T bərabərdir konstantdır. Daxili enerji P-dən V-dən asılıdır, səbəbi də çox asılıdır. Səncə niyə səbəbi olur? Baxın, deyək ki, bu düstura baxaq ya da. M sabit idi, YM sabitdir, R sabitdir, 2 sabitdir, 3 sabitdir. Əgər temperatur dəyişməsə, sabit olsa, dəyişməsə, bu da sıfır şey olur da, yəni temperatur dəyişmir. Yəni bura delta yazmaq biraz təhlükəlidir, çünki hələ deltaya baxmırıq. Temperatur sabitdir, məsələn 20 dərəcədirsə, 20 dərəcədir, tamam. Dəyişmir temperatur. Ona görə nə olur? P-dən V-dən asılı olmur. Bu düstura gəlmək elə bir ki, mümkün olur da, belə deyək. Yəni əgər bir sistemin temperaturu sabitdirsə, bu düstura dedik ki, sabitdir. Sən götür məsələn Porscheni qaldı yuxarı çək. Nə qədər eləsən də boş iş görürsən, dəyişməz. Anladın mı bu səni? Nə tür olanda sabit olur o? Temperatur sabit olanda da sabit. İndi bəzi proseslər var, o yəni dediyimiz kesimdəki proseslər. O proseslər üzərində bunlara baxıb bir dənə desin. O yaxşıymış. Proseslərimiz hansılar idi? Var idi nə? İzotermik var idi. İzobar var idi, izoxor var idi. 3 dənə satın açmışdı. Əslində adiabatikdə var. Amma onu çıxardıq var. Ona görə adiabatiki keçməyəcəyik. İndi birinci izobar baxaq. İzobar. Burada nə sabitdir? P sabit idi, eləmi? Konstant idi P. Və burada belə gözəllik var ki, sadəcə burada hansı bir dənə düstur var, düstur işlədərsən, ola ki, bu bərabərdir. 2-də 3. Elə bil ki, P-nin olduğu, belə bir şey, hamısını belə deyəsən, P-nin olduğu, amma P-nin sabit olmadan düstur. P olsun, amma sabit olmasın. Yəni, elə. Daha doğrusu P olsun, sabit olsun. Saçdım. P delta V. Delta O bərabərdir. P delta V. Belə bir düstursunu həll edirik həmişə. Sırf yəni bu həcm dəyişməlidir. Çünki burada bunun qabağında delta olmağı da mənasızdır zaten. Delta burada olmaq mənasızdır. Yəni mən bunu olsa demişim sabitlikdə var. Deltanı yazmaq, yəni sabitin dəyişməsi. Yəni o ali bir şeylərdəndir. Ondan sonra izoxor var. İzoxor. Burada V sabitlikdir, eləmi? Burada nə edirik səncə? 2-də 3, V-nin olduğu düsturlardan 27 dənədir, 28 dənədir. Əmrlərimizin seçin. Elə deyil, sadəcə bir dənədir, onu da yazırıq. Bu. P dəyişməlidir indi. P dəyişməlidir. Amma indi bir də var izoxor. İzotermik daha doğrusu. Termik. Bu hamını çox istəyir. Hamı bunu çox istəyir. Burada daxili enerji dəyişmir. Niyə dəyişmir? Çünki temperatur dəyişmir. Temperatur ilə bir ki, mən temperaturu xoşlayıram. Çünki yəni düsturdan da görmək olur da, delta T var idi, elə mi? Temperatur dəyişmirsə, daxili enerji deyil. Amma kütlədə sabit olmalı təbii ki. Belə bir şey də var ki, indi sənə tutaq ki, deyər ki, P də dəyişir, V də dəyişir. Məsələn, yox, bax burada belə bir şey var. Bu tip suallarda var, bu suallarda çaşmağını istəyirəm. Deyək ki, tutaq ki, qazın təzyiqi atıram 1000 paskaldır. Həcmi də ki 10 metr kubur. Tutaq ki 10 metr kubur. Ondan sonra artdı, oldu 2000 paskal. Həcmi də oldu olsun, neçə olsun? Yaxar neçə demişdim? 10 demişdim. İndi olsun 20 metr kubur. Yəni təxmini ədədlər atdım. Yəni burada belə bir şey var ki, burada ikisinin də qabağında delta olur. Yəni delta bu bərabərdir. 2-də 3, 2 dənə dəyişmə yox. Əslində məntiqi şeylərdir bunlar. 2 sabit yoxdur. Nə? 2 dəyişən var. 2 dəyişən var. Evet. Yəni bunu belə biraz açıq yazanda nə tür olur? P2 V2, yəni son qiymətlər çıxılsın. P1 V1. Bundakı birlikdə son çıxılsın başlanır. Bu şəkildə əldə edəsən. Anladın? Məncə daxil enerjidən bu qədər yetər. Hə? Daxil enerjinin nə olduğunu bildin mi? Düsturları bildin mi?
First personda. İndi daha yaxşı bir yerə keçirik. Stilet tutumu nədir? Əslində bildiyimiz bir şeydir stilet tutumu. Birinci Q hərfinin işarə olunduğunu deyim. Vahidinin də col olduğunu deyim. Buradan necə enerji olduğunu yəqin bildim. Tutum bir enerjidir. Bu nə tər olan bir şeydir? Cismi düşün. İstilik vermə prosesində cismin aldığı veya verdiği istilik enerjisinə deyilir nə? İstilik miqdarı. Bu nə tər bir şeydir? Çəngəl götür, gözlə bir dənə deyirəm, tərif sözünü deyirəm. Çəngəl götür, bir dənə rəşqaqı götür. Onu qızdırırsan. Nə oldu? Yandırırsan istində, ona bir enerji vermiş olur. Yaxud biz demişdik, temperatur arasında enerji demişdik də. İstilik verdi. O verdiğin istiliyə küt. Verdiğin istilik Q hərfinə işarə olur. Və yaxud kofeni düzəltmirsən, deyirsən ki, o başlayıram dərsə, getdin, otdun, dərsən başlayanda qəfildən ki, gözlə bir içən res fırlayıb, oturaram dərsən sonunda. Versi belə bağlı fırlayırsan, sonra 30 dəqiqə keçsən, gülür, eləyir evdə, ya insanlarda olur bu. Eləyir belə fırlayanda, ondan sonra baxırsan ki, kofenin duz kimi olur. Nətər ola bilər o? Yəni, əslində bilin nətər olduğunu, amma proses budur ki, o istiliyi enerjisini verdi. Sizin aldığı ve verdiğinde ne verdi? Q verdi. Enerjisi budur. Tərifini də təkrar verim demişdim. Cismin istilik vermə prosesində, yəni nəsə yandırırsan və yaxud nəsə alırsan, o da istilik verməkdir əslində. İstilik vermə prosesində cismin aldığı və ya verdiyi istilik enerjisinə istilik miqdarı deyilir. Q hərfindən işarə edilir, vahid C-dir. Düsturunu deyirəm, düsturundan daha yaxşı aydın olur. Bərabərdir C, M, delta, T. Veya bu temperatur Kelvin de olabilir, Celsius de olabilir. Niye ikisi de olabilir? Değişmeleri beraber idi. Ne? İkisi de yüz yok, ikisi de yok. Kelvin değişmeleri indi. Yüz yok, özde yüz demek olmaz. Yani çünkü biz yüzü sadece su için demiştik. Yani başka mesela 22 Kelvin, 30 Kelvin. Arasında değişme 10 Kelvin'dir de. İndi onu Celsiyə çevirsən, yəni dəyişmə baxın, yenə 10 Celsiyə eləyir. Yəni 100 sadəcə biz götürdüyümüz bir şeydir. Su sıfırda şey olur, 100'də olur. Sadəcə bizim götürdüyümüz bir şeydir. Şimdi bu kəmiyyətlərdə kütlə var. Kütlə həqiqətən burada olmalı məntiqli bir şeydir. Çünki sən bir ovuc suyu ya da bir ovuc deməyək, bir damcı suyu gəlsin rəqəqını qoyarsan üstünə, basarsan da görürsən ki, buxarlandı, çıxdı getdi. Yəni da buxarlanma sürətini artdın, çıxdı getdi. Amma sən bir vedrə ilə gətirib versən, onu tez eləyə bilərsən belə? Eləyə bilmərsən. Çünki qədər artdıqca daha çox su istilik miqdarı verməlisən ki, olsun. Rəqəqanda yazılı nəyə şey var ki? Qaz çatmaz, təbii ki, çatmaz. Temperatur da həqiqətən məntiqlidir. Bir var gəlib o bahalojik var, tutursan belə şeyin üstündən yandırır, tökür. Onlarla eləyə bilirsən. Bir də var ki, gerizekalı qətil şeylərdən eləyirsən. Aralarında fərq var. Temperatur var. Bu C nədir səncə? Bunu işıq sürətləyənlər var. Yəni çox adam həvəsləndirir ki, MC kvadratı gəlir. MC kvadratı bu arada həvəssiz olmaq üçün deyim ki, MC kvadratı yəni fizikada bir dənə fotoeffektə keçəcək. O da ki, bir damcı şey. Yəni orta məktəbdə alt keçirilir. C ağlına gəlməz təbii ki, istilik tutumu, daha doğrusu xüsusi istilik tutumudur. Xüsusi istilik tutumu. Yəni başımı belə sallayıram, bilirəm, tanışım falan olur. Xüsusi istilik tutumu nədir? Nədir? Xüsusi istilik tutumu. Bilmirsən təbii ki. Nə? Deyirəm. Baxın, çox əslində maraqlı bir şeydir. İstilik tutumu birinci bu düstur formasında yazaq. Çünki tərifi düsturdan çıxan çox xoşladığımız kəmiyyətlərdəndir. 1 kilogramlıq cismi 1 Celsi veya 1 Kelvin ola bilər demişdik. 1 Celsi veya 1 Kelvin qızdırmaq üçün lazım olan istilik enerjisinə, istilik miqdarına nə deyilir? Xüsusi istilik tutumu deyilir. Bunun tərifini də təbii ki, çox şey anlamayacağını gözləyirəm. İstilik tutumu budur ki, xüsusi istilik tutumu. Birinci olaraq deyim ki, xüsusi bir şey yazırıq buna. Yəni o birisi xüsusi deyil.
Amma bunun xüsusi olmağın məqsədi budur ki, sadəcə maddə növündən asılıdır. Başqa heç nədən asılı deyil. Heç kəsdən asılı deyil. Yəni təkcə maddəsinin növündən asılıdır. Bir dənə maddənin növündən. Başqa heç nədən. Bunu anladım. Bunu beyninə yazın. Suallar çox düşür. Bir dənə maddəsinin növündən asılıdır. Yəni su üçün ayrıdır, dəmir üçün ayrıdır və falan filan. Bu nə tər bir şeydir? E, Cismin elə bil ki, söz saxlama qabiliyyəti. Kimsə məsələn get deyirsən ki, söz deyirsən, bir 10 dənə söz deyirsən, onu məsələn saxlayan adamlar var, keyfiyyətli adamlar var. Bir də var ki, deyən kimi yayan adamlar var. İndi cisimlərdə də əslində belədir. Məsələn, su. Üstü tutumu çoxdur. Su üstü tutumu çoxdur. Suyu məsələn ki, istilik verirsən, istiliyi xeyli saxlayır. Amma istiliyi də bu arada gec alır. Məsələn, dənizdə. Deyirlər dənizdə axşam get. Niyə axşam get? Çünki qızdısın. Məsələn, suyu çox gec qızır. Nətər yəni? Yo, əksinə. Onun havada soyuq, hava soyuq olur. Hə, elə olmalıdır zaten. Yo, əksinə. Əksinə, sən niyə donursan? Cavabını deyim sən. Çünki ətraf soyuq olur. Ətraf temperatur. Orada da. Hə, indi şeydir. Şimdi deyək ki, mineral dəmir. Bir var dəmir, bir də var su. Dəmiri gəlirsən, necə tutursan, tutan kimi o dəqiqə qızır. Xüsusi tutulmazdır. Tez götür, tez götür. Tez qızır. Amma buraxan kimi də görsən ki, tez soyudur. Hə, tez soyudur. Məsələn, çəngəli götürür, elektronu yandır. Qıpqırmızı olsun, qıpqırmızı olsun. Ondan sonra bax, tez bir zamanda görürsən ki, oldu buz kimi. Amma sən suyu eləsən, birincisi gec qaynayır, istidəsən suyu, gec də soyuyur. Çünki xüsusi tutumu çoxdur. Anladın mı? Yəni xüsusi tutumun nə kimi tipləri, səhv eləmirəmsə su üçün 4200 jol idi. 4200 jol yox, 4200 bunun vahidləri var. Vahidini yazaq gözə. Jol bölünsün, kiloqram vurulsun, kelvin. YKC nədir səncə bəs? YKC-də, bu arada deyim, YKC-də elə bir şey də var. O da istilik tutumudur. İstilik tutumu. Bunun ondan fərqi budur ki, tutaq ki 1 kiloqram su, 1 kiloqram su. Sırf yəni bu C dediyimiz bir şey sadəcə müəyyən vahid kütləli cisimlər üçün aiddir. Yəni 1 kiloqram dəmir üçün qiymət budur konkret. 1 kiloqramlıq su üçün konkret qiymət budur. Yəni sadəcə 1 kiloqramlıq cisimlər üçün aiddir. Çünki vahiddə dedik axı 1 kiloqram cismi qızdırmaq üçün. Amma YKC dediyimiz bir şeydə 10 kiloqram da ola bilər. 10 kiloqramlığını tək apara bilərsən. Tutaq ki, suyun üçün bilirik, ya da bir insanlarla gedək. Bir dənə insan 10 dənə söz saxlaya bilir. 10 dənə söz deyirsən ki, 10 dənə söz saxlaya bilir. Yəni, söz saxlama qabiliyyəti 10 dənədir. Həmin tipdə 10 dənə insan nə qədər söz saxlayar? 100 dənə. Cisimlərdə də bunu görürük. 1 kiloqramlıq cisim bu qədər istilik tuta bilirsə, 10 kiloqramlıq cisim 10 vurulsun bu qədər istilik saxlaya bilər. Yəni, C də odur sadəcə. Çıxıl C vurulsun kütlə. Anladın mı? Kütləyə vurulsa düstur nətər olar? Q bölünsün delta T. Əslində bu istilik miqdarı, bu dəqiqə sən ətrafa istilik buraxırsan. 36 dərəcə istilik buraxırsan. 36 dərəcə yayırsan sən bir dəqiqə istilik. Mən 36 dərəcə təbii ki, xəstəsənsə 39 dərəcə olur. 36 dərəcə istilik yayırsan. O istilik hardan gəlir? Bədənin nətər hardan gəlir? Yeməklərdən. Sən yediyin hər yemək, o hətta yəni aldığın şeylərin də arxasına baxa bilərsən, kalori. Bunun da əslində vahidinin kimi də kalori demək. Yazaq. Köyünün başqa vahidi nədir? Kalori. 1 kalori də bərabərdir 4.2 jol. Bu çox qəşəng bir bərabərlikdir. Niyə bərabər? Bu bərabərlik kəşf olması əslində çox uzun illər alır. İlk dəfə jol bərabərliyi yarada bilir. Jol bu bərabərliyi yaratmaqla bizə göstərir ki, həqiqətən kəşf enerji haqqında jolla bildiyimiz jol vahidli şeylər var idi. Onu nə qədər yemək yeyiriksə ondan ərdə bilərik kimi bir düşüncəmiz yarada biləcək kalorindən ifadə edirik. Çünki yemək vahidləri falan kalorindən göstəriyor vahidlər. Bu enerji vahidindən bu enerji vahidini deyib ki, istilik enerjisinin həm hərəkət enerjimi bərabərləşdirir. Onun aralarında vahidini bərabərləşdirir. Çox qəşəng bir şey həqiqətən bu. Bunda təcrübəsi də var hətta. O
Yəni çox önəmli bir bərabərlikdir. İndi bunlar haqqında bir fikir sahib olduğun Çıxılca nə idi? Sizcə kimə nasıldı? Xüsusi stil tutulma dedin də. Kimə nasıldı? Bir dənə maddəsinin növündən. Su üçün fərqlidir, dəmir üçün ayrıdır, bu üçün ayrıdır. Keçəcək nədir bəs? 10 dənə 10 kiloqram bəs su nə qədər istilik tutumu olar. Odur. Həqiqətində bu real bir şeydir. Məsələn, sən 1 kiloqramlıq suyu 10 dəqiqəyə qızdıra bilirsənsə, ondan 10 qat daha çox olsa, daha gec qızdırarsan təbii ki. Niyə daha gec qızdırarsan? Onun istilik tutumu daha çox olur. Yəni bir damla suyu nə var ki, qızdırasan dəqiqə. İndi həmin o rəjqəkanı götür, get gör dənizi qızdıra bilərsənmi sən? O boyda Xəzər dənizinin rəjqəkanı qızdıra bilərsənmi sən? Yəni dediyimiz kimi bu idi. Hətta indi bütün gedindi evdə də özün eləyərsən, indi burada eləməyə məsələn, hər bir qidanın kalorisi var. Kalori deyir. Məsələn, səhv eləmirəmsə 10 dənə fıstıq, 10 dənə də qısa fıstıq 40 kilo kalori idi. 40 kilo kalori, 50 ya da 40 kilo kalori idi. Bu bilirsən nə deməkdir? Kiloda 100-ə vurursan da, 1000-ə vurursan da ona. Yəni 40.000 joule. 40.000 joule, 40.000 kalori. Bunu da vurursan 4.2-yə. Bu qədər joule eləyir. 40.000-i vurursan 4.2-yə. Neçə eləyir bu? Təxminən eləyir 160 min kimi civarı bir şeydir, təxminən deyirəm. Gör nə qədər bu kaloridir. Sən bunu yandırmalısan, yəni yediyin şeyi. Ondan ötəri yanır. İstilik enerjisindən. Bax sən bir dəqiqə istilik miqdarı. Yayırsan istilik. Bununla gedir, yeriyirsən ondan gedir. Ürəyin döyünür. O normal döynənməsə bir makina ürəyin. Yəni döyünür. Qanı gəlir bura, qan pompalayır atır o tərəfə. Qan gəlir bura, pompalayır atır o tərəfə. Qandakı bədəndə dövr eləyə bilir. Düşünürsən, enerjin gedir, on gedirlər, yemək yeyir, dəqiqə. Nə? Qaynaya bilər, bəli, qaynaya bilər. 60 dərəcə 120-dən onun təcrübəsini eləyəcəyik. Onun da qaynamır. Nə? Xəritənin? Hə. Olur hə. Buxarlanma hər temperaturda olur. Hə? Bir də olur. Buxarlanma ilə qaynamanı qarışdırma. Qaynama onun dərsi var. Qaynama ayrı şeydir, buxarlanma ayrı şeydir. Qaynama suyun mayada qalmaq üçün maksimum sərhəddir. Bizim yəni görə 100 dərəcədir. Gələndə köpük olur, hamısı çevrilir buxara. Sadəcə maya nəsə bundan artıq da qızdıra bilmirsən. Maya deyir ki, tabura qədər düzün mənə qalın. Ta bundan ayına ki, qaza havalı eləyirəm ta işimi. Get qazı qızdır. Mən qızdırmadım. Mən bu 100-ün ayına qıza bilmirəm. Deyir, yəni bizim şey üçün, mühit üçün. Amma yəni o daha aşağıda ola bilər. Yəni biz əgər təzyiqi neynəsək, azaltsaq, təzyiqi azaltsaq, daha az qaynayır. Məsələn, bunun bir neydə var? Çıx dağa. Yox, dənizdə təzyiq əksinə, yəni bir Xəzər dənizi üçün, Xəzər dənizi -27 metr dəniz səviyyəsindən aşağıdır. Xəzər dənizi. Yəni dəniz olmadığını sözlə ifadəsi dənizdən bu qədər aşağıdır. Yəni Xəzər dənizi təzyiq bu qədər yox, normaldır Xəzər dənizi ərazilərində də. Normaldır. Xəzərdə sularda buxarlanmır, qaynama ayrı şeydir. Qaynama ilə buxarlamanı qarışdırırıq. Qaynama ilə buxarlamanı dərsini keçəcəyik biz. Hə, bunları anladığını fərz eləyirəm. İndi keçirik daha önəmli bir yerə. Daxili enerjinin dəyişmə üsulları. De görüm Şaban'a baxmısan, Hababam sınıfına. Orada izci şey eləyirlər, taktikası eləyirlər. Müəllimi də bunları götürüb aparır şeyə. Hə, kampa. Orada da ocaq almaq istəyir o müəllim, İvan müəllim, Ekrəm idi səfərəm sadə. Ekrəm ocaq almaq istəyir. Orada nağarır o. Hə. Orada da ocaq almaq istəyir, alındıra bilmir, amma Şaban da gəlir, onu spişkayla yandırır. Burada indi bu haqda bəhsdir o da. Orada elədikləri şey onların daxili enerjinin dəyişməsidir əslində. Orada tək elədikləri şey, məsələn, o ikisinin də tək ortaq cəhəti, daxili enerjinin dəyişməsi. Daxili enerjinin dəyişməsi nədir? Sonra da istilik yaratmalısan.
alov yaratmalısan. Yəni hamının qızışması üçün alov yaratmalısan. Onun üçün daxili enerjinin dəyişməsi üçün. Bu həm fizikada, həm də ki, oradakı olayı birini qatışdırıb bunu düstur eləməyə çalışacaq. Daxili enerjini dəyişmək üçün ya sistemdə iş görməlisən, iş görməlisən, iş görməlisən. Ya da ki, ora nəsəni yandırmalısan, istilik verməlisən. İstilik yəni enerji tutmalıdır. Bax, bu düsturun məntiqi bundan. İndi bunu niyə plus formasını yazır? Fizika o küləyə baxmayıb. Orada ayrı-ayrı edirdilər. Amma fizikada deyir ki, yəni illa ayrı-ayrı eləmək diye bir şey yoxdur. Yəni sən bunu belə eləyə bilərsən, mən də gəlib bunu belə yandıra da bilərəm enerji kaynağı. Yəni anladın mı? Yəni bunu həm həm də istilik var. Ona görə toplanır yəni. Daxil enerji toplanır. Amma orada yəni biz əsasən bu obrazını tuturuq belə edirik. İndi biz bunu ayrı-ayrı öyrənəcəyik. Birinci bunu istilik verməklə öyrənirik. İstilik vermə yolu ilə. Ondan sonra da iş görmə yolu ilə öyrənirik. Termodinamikada işləyəcək bunlar. Onu görüb gəl birinci ilə bu istilik miqdarını, istilik vermə metodunu öyrənək. A variantı deyirəm buna. İstilik vermə. Bunun əsasən məsələn ət bişirmələrində də var bu. Yəni əti bir var hamımız indi janrlikə qoyuruq, yağ tökürük, eləyirik. Orada nədir? İstilik vermə eləyirik. Amma bir də var məsələn Türkiyədə çiğ köftə eləyirlər. Çiğ köftənin tərəfində o da əslində deyirlər çiğdir. Nə çiğdir? Götürüb onu döyümsən sən orada. Əlinlə götürüb istilik onu bu şey eləmirsən də sən. İş görmüsən. Aslında odur. Hələ götürüb tavana da onu atırlar, eləyirlər. Yəni mitlin çıxardılar da. İstilik vermə yoluna keçirik. Tərif çox sadədir. Tərif yəni indiyənə qədər fizikada ən sadə təriflərdən biridir. Deyir ki, iş görmədən daxili enerjini dəyişməli üsuluna istilik vermə deyilik. Amma bunu əlimlə görməsəm, bu tərif əlimlə aşmalıdır. Mən zaten iş görmürəmsə, işin üstünü tuturam. İş görmədən, tərifə daha bunu, istilik verməni tərif edeyim. İş görmədən daxili enerjinin dəyişmə üsulu budur. Yəni, məsələn, Şaban nə deyib? Əlim belə eləmədən daxili enerjini dəyişdiyi, nədir? İstilik vermə elədir və istilik vermənin tərifi budur. İstilik vermənin 3 növü var. Birincisi, istilik keçirtmə. İkincisi, konveksiya. Üçüncüsü, şüalanma və ya radiasiya deyilir. Şüalanma. Bunu silif hamısının üçünü də bir arada maraqlanacaq bu haqda. Ondan sonra termodinamikada işi də keçib yandırırıq. Birincisi, nə demişdik? İstilik keçirmə. Əslində sadə tapılır, yəni milçə sadədir. Məsələn, mən yeməyi çox özüm pişirirəm. Yemək həmişə özüm pişirirəm. Gəlirəm janrlikdə məsələn yumurta falan pişirəndə yeyəndə əlim yanır. Olmayan yoxdur. Janrlikdə bu adamın əlini yandırdığı olur. Düşün. Yəni ki, mən bu janrlikin altını istilik verirəm. Mənim əlim yanır. Get istilik yayılır. Bəli. Get istilik yayılır. Biz bir dəqiqədə onu öyrənəcəyik burada. Təsəvvür edək ki, bu mismardır. Mismardır. Olsun, yaxşı, məftul olsun, məftul. Düzdür, çox yaxşı rəsm çəkmə qabiliyyətim yoxdur. Amma indi burada olsun, molekullar olsun bunlarda. 2 dənə molekul olsun, 3 molekul, notasında 2 dənə, notasında olsun, 3 dənə, təzələn, belə 2 molekullardır. Ağıldıqları. Əslində olan xaotik. Elə bil ki, burada şəkilə gələndə, molekula şəkilə çəkəndə qonaq evinə gəlmiş uşaqlar kimidir. Nə ağıllıdır bu. Əslində olan evdə dağıdırdım. Bax, molekullar tam olaraq belədir. İndi nə edirik? Təsəvvür buradan mən də bərkizlikdə bura, yəni belə saxlanıb. Sən burada gəl buna istilik ver. Belə indi. İstilik keçirtməni bir də analiz edəcəksən. İstilik də bu alov şərəsidir. Ateş və sudakı ateş oluşadı, düzdür. Amma alov şərəsidir bu. Molekul gəldi bura. Molekul da bil ki, sizdə belə yavaş-yavaş tərpənir. O ibtidai sinifdə şeir danışan uşaqlar olur, belə tərpənirdi. Qəfildən də istilikdə müəllimdir. Gəldi bu onun qapazı qoydu. Qapazı qoydu, çox şeylərdir. Başladı molekul istilənəndə nə edir? Xaotik hərəkət edir də. Yəni uşaq başladı ancaq daha sürətli hərəkət etməyə. Bu getdi vurdu o birisi uşağı. Bu getdi vurdu o birisini. Bu getdi vurdu o birisini, bir effekt yaratdı. Düzdür, getdi sizə eləyir. Yəni buradakı qədər istilik olmur da. Amma nə qədər olmasa da bir-birinə vururlar. Ona görə gəlib bura istilənəni bacarırlar. Anladın? Bir-birdən elə bil ki, bu belə durub. Gəldi düzdür, bunun toqquşması bir yaxdan dediyim kimi
mümkün deyil, amma gəlir bunu itələyir o tərəfə. Bu da gedib o birisini itələyir, bu da gedib o birisini itələyir. Axırda da sənin əlin budur. Bu da sənin dırnağını çəkək belə. Düzdür, qəşəng gəl oldu. Amma bu da sənin əlindir. Bu da sənin əlinə molekullar. Molekul gəlir, molekul gəlir, gəlir, gəlir. Buradakılar istidir. Buradakılar istidir. Sən əlindəki molekullar deyir ki, hani bana, hani bana. Hə. O da gəlir, sən əlinin molekullar deyir, başlayır sürətli hərəkət etməyə. Ona görə də sən əlin yanır. Ona görə də bunu bir şəkildə əskini qoyursan. Kəpdən əski qoyursan. Hə, əlini əskidən tutursan. Əski düşünür, bəli, bir müddət sonra, çünki əskinin molekulları deyir ki, siz molekulsuz falan, biz molekul deyilik, biz nə olsun əskiyik? İndi burada təbii ki, təkcə şey olmur da, indi əski yanacaq birinci, suallar bir də təsadüfün belə suallar düşmür təbii ki, birinci əski yanır, yəni sənin əlin yanacaqmı, nə bilim, elə suallar düşmür təbii ki, amma nə tər sual, bunun məntiqini anlayandan sonra, burada belə suallar var ki, məsələn, birinci bunu deyək ki, burada maddə daşınmır. Birinci olaraq bunu beynimizə gəlir ki, maddə daşınmır. Yəni buradakı molekul gedib bura gəlib çıxmır. Sən gəlib əlinin içinə girmir, yəni dəmir molekulu. Bu maddə daşınmır budur. Yəni bu üçün önəmlidir. Maddə nə eləmir? Daşınmır. Ondan sonra amma enerji nə edir? Daşınır. Enerji nədir? İstilik daşınır. Belə düşünürlərsən. Daşınır. İstilik hərəkətən daşınır yəni. Burada enerji var idi. Gəldi müəllimə enerji sata bildi. Əlim istilik hiss edə bildi. Enerji daşınır. Bir də bunu deyək ki, bərk cisimlərdə olur. Yəni suda olur. Cisimlərdə olur. Bunları bildiyinsə bəsdir. Şimdi keçirik nəyə? Convection. Anladın burada? Burada qaranlıqlısı var. Gəldik kimə? Konveksiya. Bir dənə evimiz olsun gəl. Sonra kombil olsun. Verirəm kirəyə. Kombil ev. Tələb oğlunlara verilmiş. Hə, geçib kombil evimiz var. Geçib bir dənə kombisi də var bunun. Nə? Ayna? Pəncərəsi çəkməmişəm. Yəni pəncərəsi yoxdur, pəncərəsi yoxdur. Elə bir fərziyyət. Hələ də verilmir. Tələb oğlunlara verilmir. Deməli nə fərq edir burada indi? Bu düzdür. Kombin yarısı qaldı orada çöldə. Ev yox. Bax, kombinəsində işləməsi belədir. İsti hava çıxır. Nə? Nə? Yox, onu nəzərə almadım. İndi sən can gözlə bu konveksiyanı izah edə bildim. Bir ayrıntılara girəcək. Yox, əvvəldən burada şey yoxdur. Gəvəsi yoxdur evin. Adında kupçasız adı var ay müəllim. Birazdan bir keçsin onu. Daha burada bir dənə isti hava var. İsti hava kütləsi çıxır şöyle. İsti hava çıxdı. Birinci olaraq bunu bilirik ki, soyuq belədir. Molekullar bir-birinin yanındadır. Tutaq ki, deyirəm də soyuq. Amma istidən tərdir. Biraz aralıdırlar. Yəni istilər öz güvənlidir. Yəni belə qollarını açıqlar, bir parkda bir rahat otururlar. İstilər biraz öz güvənlidir. Burada belə bir şey var ki, sıxlığı kimin çox olur? Soyuğunki təbii ki. Yəni bunun sorusu belə olmaz. Sıxılı soyuğunki olar, bununki olar. Arximet qanunu bu dəqiqə qəfildən Arximet o saqqallı və dədə kimi girib içəridə ki, mənim qanunum var. Sən istəsənsə, əgər sıxlığın azdırsa, tut çölə. Tut çıx yuxarı, həqiqətən deməli. Yəni soyuğun istəyirsənsə sən, qalx yuxarı. Ona görə də istəməyini yer. Həmişə qalxır yuxarı. Qalxır yuxarı, indi soyuqlar və yazıqlar qalmışlar yuxarıda. Soyuğa için narahat olma. Sən düş aşağı, qollarına mən baxacağam. Soyuq da gəlir, düş aşağı. İstəyirsən düş aşağı. Təzədən soyuq gəlir. Ona görə ayaqlarımız üşüyür, amma başımızdan istilənir. Gəlir təzədən gəlirlər və atapeniyanın içində istilənirlər. Bir dövrə olur. Dövrəni anlaya bildin? Dövrə oldu. Bu dövrə konveksiyadır. İstiliyin bu yuxarı gəlməsi konveksiyadır. Bu təkcə havada olmur. Suda da olur. Çaynikın içinə get bax. Çaynikın içində də yəni altdan qızır. Altdakı sular qızdığına görə, qızdığına görə. Qalxırlar yuxarı, yuxarıdakı da soyuqda gəlir düşür alta. Təzən qızır, o gedir ora. Qızır gedir ora. Yəni sularda da belə olur. Burada indi danışaq ki, nə daşınır? Burada maddə daşınır. Maddə daşınır. Çünki hava kütləsi nədir? Gəldi daşındı. Havadır bax bundan hamısı. Hava görə nə qədər hərəkət elədi. Hava daşındığına görə maddə daşınır.
Maddə nə edir? Daşınır. Ondan sonra maddə daşınır. Burada enerji daşınır mı? Enerji daşınır təbii ki. Çünki yuxarı istənildi. Enerji daşınır. Ondan sonra başqa nə olur? Bu təkcə şeydir, qazlarda və mayelərdə olur. Qazlarda və mayelərdə olur. Bu qədər yəni məlumat var bu haqqda da. Yəni hamısı məncə evlə falan filan belə əlaqələndirirəm, amma məncə götürə bildim bunları. Bunlar sadə. Qaranlıq qalan birisi qaldı mı hələ ki? Qaldısa de. Üçüncüdəki şüalanmadır. Ondakı əslində yəni bildiyimiz bir şeydir bu da. Şüalanma bu olsun günəş. Günəş panelləri falan filan nə qardılar? Şunun şüasındakı enerji götürürlər, bəli. Yəni burada günəş bizə işıq sürətinə yaxın bir sürətdə, işıq sürətində daha doğrusu işıq sürətində demək olar. Sürətdə bizə enerji yollayır. Bu enerjidən gəlir heç nə, enerji gəlir. Hə? Ya da pəncərədən gələcəklər falan filan. Hə, indi həm də istlənirik. Yəni günəş sayəsində sağ olsun, istlənirik günəş sayəsində də. Yəni günəşdən gələn şüalar var və bunlar da şüalanmadır. Bu şüalanmanın da özəl yanlarından biri budur ki, yenə maddə daşınmır. Yəni günəşin gəlib lavı sənin üstünə tökülmür də, lav deyil təbii. Yəni gəl sənin üstünə tökülmür. Yəni bunu yazırıq ki, maddə nə edir? Daşınmır. Amma enerji nə edir? Bəli, daşınır. Enerji daşınır. Vakuumda olur. Vakuumda ola bilir deyək də buna. Ola bilir. Həqiqətən də vakuumda ola bilir. Bu həqiqətən də iş şeyini gənc yaşlarında çox düşündürən bir sual olur. Deyir ki, işıq dalğadır. Dalğa nə məsələn biz dalğaları çəkməmişik düzdür. Amma dalğa belə bir ki, dalğa mühitə ehtiyac duyur. Yəni əgər su dalğası varsa, su dalğası adı üstündə. Su olmalıdır ki, su dalğası olsun. Və yaxud səs dalğası. Mən səsimin dalğası bilirsən təcrübə gəlir. Molekullardan da əslində bu da. Danışıram indi. Molekullar döyürəm. Fərqli-fərqli belə vururam belə. Ola ki, damlama effekti yaranır, bu gəlir buna deyir, bu gəlir buna deyir, axı sən yer qulağına gəlir. Qulağında mən hələ döydüyüm şeydə, döydüyüm formada, yəni bunu fərqli-fərqli formada döyürəm. Bir dəqiqə, yəni baxsan dilim inanılmaz dərəcədə qəribə hərəkətlər edir. Yəni o gəlirsən qulağındakı zər var. O zəri fərqli-fərqli döyür. Fərqli-fərqli döyür. Sən də beynin onlara öyrəşib. O döymələri öyrəşib. O döymələr gəldi deyir ki, hə, bu söz idi. Uşaq yaşından, yəni Azərbaycanda öyrənmisən. Yəni onları öyrənir, ondakı yəni beyin neyronlar falan filan gedir, mən anlaya bilirsən ki, mən nə deyirəm. Yəni hamısı fiziki prosesi budur dəqiqə, mən onu anlaya bilməyəm. Vakuumda da ola bilir və işıq sürətinə gedir. Bu suallar da var. Yəni C ilə gedir. Hə. Anlaya bildin bu iş prosesi. İndi gəldik nəyə? Termodinamikada iş. Və silah indi isti olsun. Çünki termodinamikada iş olduqca önəmlidir. Təsəvvür et ki, bir dənə Porsche'nin var. Porsche yox, Porsche. Porsche'nin var. Porsche'nin nədir? İşbiriz. Dilimizdə. Porsche'nin sahəsi S olan belə bir dənə şey var ki, mən onu yuxarı qaldırıb aşağı indirə bilirəm. Bunu indi birazcıq yuxarı qaldırdım. Daha doğrusu aşağı indirmişəm. İçindəki qaz bunu yuxarı qaldıra bilir. F qüvvəsi ilə yuxarı qaldırır. Bu həqiqətən də belədir. Məsələn, şişbiriz götürür. Şişbiriz. Hansı? Hə. Hə. Oha, eyni şey. Eyni şey əslində, eyni şey. Çox doğru dedin. Burada bir şey var ki, yəni onu sıxmaq halına baxacaq bizim burada. Onu sıxdın və ya daxdan da olur, daxsan da olur. Yəni sıxmısan, sıxandan sonra nə edir? O qalxır göyə. İndi onun qalxmağına baxırıq burada. Və qalxmağına baxırıq. Sən onu sıxmısan, müəyyən sıxmısan. Buradan bir F qüvvəsi onu qaldırır təzədən göyə. Burada bu F qüvvəsi nə yaradır? Qaz yaradır. İçindəki qazlar yaradır.
Ona görə buna qazın qüvvəsi deyəcəyik. Qazın qüvvəsi deyil. Qazın qüvvəsi bunu h məsafəsi qədər qaldırır. H. F var və Porschenin getdiyi istiqamət var. Burada nə deyə bilərik? İş haqqında nə deyə bilərik? A bərabərdir. FH. Fs görmüydü. Amma burada FH olacaq. Newton tutuqanının 10 kimidir. Yəni zaten Newton tutuqanı tabedir hər şeydə. Yəni elədir. A bərabərdir FH. İndi belə bir şey də var ki, F nə demişdik biz təzyiq dərsində? P bərabərdir F bölünsün S deyilmiydi? Yəni F nə bərabərdir? Test station demişdik. P'si yadındadır. Gətirib onu bura yazanda nə olur? A bərabərdir P S vurulsun H. Bax, S vurulsun H-a biz nəsə demişdik? Bunun haqqında danışmışdım. Əlimi qoydum əlinin üstündəki belə göstərim sənə. S vurulsun H. Həcmi verirdi. Yəni bir şeyin həcmi sahəsi budursa, bu bir şeyin sahəsidirsə, bax bu var. Bu bir şeyin sahəsidirsə və hündürlük bu qədərdirsə, o sahəlik bir ərazini götürüb yuxarı qaldırsan, kim yolu? Ha, səth varsa, onu müəyyən hündürlüyə qədər qaldırdığı yuxarıya, nə olur onda? Bir dönə bir ərazi alınır. Bu ərazidəki nə oldu? Bu həcm oldu. Ona görə də bunu da yazırıq ki, P və yenə gəldik pilava. Yəni pilav burada olmalıdır. Pilav. Bundan pilav qəşəng oldu. Qapını zəngləməsi biləmir də. P. Amma bunun geleneksel işdən fərqinin olması üçün başına əsasən ştrix yazılır. Bunu da deyək. Hə? Çünki fərqlənsin. Fərqli gözəllikdə. Bu qazın iş gördüyü iş tipi həqiqətən məntiqlidir. Çünki sən qazı sıxırsansa, Porsche'ni sıxırsansa, şpirsi sıxırsansa belə, onun içindəki molekullar nə edir? Zərbələr yendirir, daha çox zərbə yendirir. Onda nə olur? Təzyiq çoxalır orada. Təzyiq çoxalır deyə qaz daha yaxşı iş görə bilir. Həcmən də aiddir. Çünki biri var, get çıxılı şpirsindən elə bu prosesi. Yəni görürsən ki, əlinə daha az müqavimət göstərir. Bir də var, getin mal şpirsindən elə. Yekən vayda mal şpirslər olur. Mal şpirsindən yəndə bu nə olur? Daha çox qüvvə tətbiq olur. İndi burada bir dənə də bir şey var ki, indi sən bir xanım çəkmək halı var. Yəni orada özü qayıdır bir şey. Əslində o da bununla bağlıdır. Amma bir şey deyək ki, biz də sıxa bilirik. Xarici qüvvələr də var. Yəni burada. Yəni F deyilən bir xarici qüvvə də var. F xarici deyək buna. Xarici qüvvə də iş görür burada. Xarici qüvvənin gördüyü iş çox asandır. Bu sənin üçün hədiyyədir. Xarici qüvvənin gördüyü iş bizim bu qazın gördüyü işin sadəcə mənfisinə bərabərdir. Yəni xarici qüvvənin gördüyü iş hesab sözü varsa sənə. Qazı hesabla birinci, qazı bilirik. Qaz bildiyimiz bir şeydir. Yəni fərqli bir şey olmayacaq. Qabağına bir dənə mənfi qoy. Bu qədər. Qabağına bir dənə mənfi qoyursan. Yəni qazın gördüyü işi hesablayıb, qabağına mənfi qoyursan, xarici qüvvənin gördüyü işi hesablayanda. Əslində yəni bu qədərdir. Yəni bu haqqında deyə bilərəm. Hə, bir də qrafiklər haqqında danışaq. P-nin V-dən asılı grafikinə bax. Elə bir dənə qrafik olsun. Atıram ha, yəni hər cür ola bilər. Elə bir dənə qrafik olsun. Bu grafikin altında qalan fiqurun sahəsi bizə nə verir? Bərabərdir H-dir. İşi verir. Bunu biz mexanika dərsində demişdik. A bərabərdir F-dir orada. F-in S-dən asılı qrafiki nə demişdik? S-dən asılı qrafikindəki bir fiqurun altında qalan sahəyə demişdik biz işdir. Burada da deyirik. Ümumiyyətcə, fizikada əgər bir hasil varsa, yəni P vurulsun V varsa və həqiqətən də o hasillərin qrafikidirsə bu, yəni P-nin V-dən asılı qrafikidirsə, bunun altında qalan fiqurun sahəsi bərabər olduğu kəmiyyətə bərabərdir. Bərabər olduğu kəmiyyətə bərabərdir. Yəni, bu önəmli cümlələrdən. Və bir dənə qapalı prosesdir. Qapalı proseslərdə işə baxaq, çünki bu da çox lazımdır. P-nin V-dən. Qapalı proses nədir? Qrafik qapalıdır. Məsələn, proses belə olur, proses belə olur, proses gəlir belə olur, proseslərin qayıdı gəlir əvvəlki formasına. Bunu deyilir qapalı proses. Qapalı prosesdə iş. Fiqurun sahəsinə bərabər, fiqurun daxilindəki sahəyə bərabərdir. Bu niyə belə olduğunu səncə? Bu qrafikdir, normal qrafik. Qapalı proses, amma bu qapalı prosesdir.
Bax indi. Burada deyəcəm budur ki, e, bunun altındakı fiqurun sahəsinə bərabərdir. S fiquru nə bərabərdir? A ştrixə bərabərdir. Burada önəmli bir məqamlardan biri də budur ki, əgər proses sadə qrəb istiqamətindədirsə, bax sadə qrəb istiqamətindədir, müsbət olur. Hesabladığın fiqurun sahəsini müsbət götür. Amma əgər saatın əksinədirsə, mənfi götür. Bunun niyə belə olduğunu səbəbini göz açıqlayım sənə. Həcm bayaqdan demişdik ki, artır. Həcm artırsa yadında saxla. Qaz müsbət iş görür. Həcm artırsa, yəni qaz bayaqdan sıxılır. Elə bil ki, ölkə dövlət ərazilər kimi götür. Məsələn, A ölkəsinin B ölkəsi müharibədədir. A ölkəsi ilə B ölkəsi müharibədədir. Belə bir ərazilər düşünürlər. Əgər indi A ölkəsi daha çox ərazi aldısa, bu ərazilər aldısa, müsbət olur. Müsbət iş görür. Müsbət olur. Amma ərazi itirdisə, mənfi oldu. İndi qaz da bunun kimidir. Qaz buradadır. O birisi qaz üçün də aiddir bu. Yəni ərazi qazandısa, yəni əgər o birisi itələdirsə, Porsche-nin ərazisini çoxaltdısa, müsbət olur. Ərazisini azaltsa nə olur? Mənfi olur. Mənfi olur. Yəni bu lazım olur. Çünki deyirlər ki, həcm bu qədər burada artdı, qazın müsbət görür, mənfi görür, nə dəyişmir falan filan cürə suallar olur. Burada indi gördüyün kimi həcmi nə edir? Yəni hər bir qrafikə gəlib ayrıqda bax. Bunun altını sileyim gözlə. Hər bir qrafikə ayrıqda baxacağıq, axırda yekun işi çıxardacağıq. Birinci bunlara baxaq, yandakılara. Yanda işi gerizekalı olmur. Çünki altında sahə yoxdur. İç gerizekalı. Ancaq yəni yuxarıdan alta baxaq. Şimdi demişdik sadə qrəb istiqamətində belə olur. Burada həcm nə edir? Artır. Demək ki, iş nə olur? Müsbət olur, bəli. Yəni altda qalan sahə budur. Yəni bunu hesabladım. Müəyyən bir dəyər elədi. Müəyyən bir dəyər elədi. Bax ki, A nəsə olsun, yəni S olsun, S1 olsun. S1 olsun. S1 nədir? Vardı, müsbət bir şeydir. İndi buradakı hesablayıram. Buradakı amma mənfi olur. Yəni belə işarələyim. Buradakı amma olur mənfi. Mənfi olur deyə, mənfi iş olur deyə. Bundan çıxmalıyam. Ümumi bundan. Ümumi. Bunu çıxsan nə qalar? Çıxıram. Analitik eləməyim, özü çıxır. Çıxdım qaldım. Və müsbət oldu. Çünki müsbətlik daha müsbət daha iyi gəlir. Amma belə olsaydı, belə olmanın mənfi olmanın səbəbi budur. Belə olanda müsbət sıxılıdır. Müsbət sıxıldığına görə mənfi olur. Bu qədər.